Gəncədə iş var yoldaşlar. Gəncədəki işlərdən də bəhs etmək istəyirəm mən sizə. Məsələn, arazda Rozmanda işləmək istəyəniniz var yoldaşlar. Məsələn, Gəncə Molda elə bir vakansiya olmalıdır. Ora müraciət edə bilərsiniz. Özdə bir neçə variantı var həmin şirkətin. Yəni, əvvəllər deyəsən bağlanıbdır Rozman orada. Yenidən açılıbdır və yaxud da növbəti filialdır. Mağaza müdiri variantı var yoldaşlar. Mağaza müdirinin müavini işi var, satış məsləhətçisi işi var. Bundan əlavə Gəncədə yoldaşlar həmçinin başqa işlər də var. Misal üçün, xəzinədar işi var yoldaşlar. Sonra Gəncədə qablaşdırma işi də var. Amma ilk öncə gəlin rus dilini bilənlər üçündür bu xəzinədar işi. Xəbəriniz olsun. O işdən bəhs etmək istəyirəm yoldaşlar. Bu, həm bəylər, həm xanımlar üçündür. 530 manatlıq bir işdir. Günorta 3-ün yarısından axşam 12-nin yarısına qədərdir yoldaşlar. 530 manatda pul verirlər. Bir ilə kimi də iş təcrübəniz varsa, orta təhsillisinizsə bu işə müraciət edə bilərsiniz. Bundan əvvəl Gəncədəki qablaşdırma işindən də bəhs etmək istəyirəm. Bu 600 manatlıq bir qablaşdırma işidir yoldaşlar. Gəncə şəhərindədir, Quşqarada kəndindədir, meyvə şirəsi zavodundadır. 500-700 manat aralığında qazanc əldə edə bilirsiniz. 18 yaşdan 40 yaşına qədər olan şəxslər üçündür yoldaşlar. İş saatı səhər saat 9-dan 6-ya kimidir. İşə və işdən evə nəqliyyat da var yoldaşlar, yəni rahat olun cəhətdən. Bundan əvvəl Gəncədə banklarda da iş var, Unibankda iş var yoldaşlar. Bank Respublikada da var. Sonra Yelobankda da var, Xalq Bankda da var. Bir də Gəncədə yoldaşlar təcrübə proqramı da var. Kimsə leasing şirkətində təcrübə toplamaq istəyirsə, bu fürsətdən istifadə edə bilər. Bu adətən gənclərə sərf eləyə bilər. Çünki əmək haqqısı zəif olur, 200 manat olur. Çünki təcrübə proqramıdır. Həmçinin də yoldaşlar, təkcə ona görə yox əmək haqqısı zəif. Həmçinin yarım iş günüdür. Yəni 8 saat işləmirsiniz. Həftənin 5 günüdür və yarım iş günüdür. Yəni yəqin ki 4 saatlıq, 5 saatlıq bir iş olacaq. 3 aylıq bir işdir. Bundan əvvəl yəqin ki ola bilsin özünüzü doğrularsınızsa, bəlkə də işə götürərlər sizi, belə deyim, mütəxəssis olaraq. Və yaxud da təcrübə toplamış olarsınız, digər şirkətlərdə müraciət edə bilərsiniz. Ümumiyyətlə rayonlarda, təkcə Gəncədə deyil, kredit işçilərinə ehtiyac demək olar hər zaman ola bilir. Ali təhsilli olmalısınız amma bu vakansiyaya müraciət eləməniz üçün B kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır yoldaşlar. Varsa bu özəllikləriniz bu işə müraciət edə bilərsiniz. Gəncədəki digər işlərlə də tanış olmaq istəyirsinizsə, və yaxud da ki, bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.